Zahılıq depressiyası və uşağın bağlanma modeli haqqında danışacağam. Səssiz riskdirmi bu? Salam, mən Ayşən doktor. Kanalıma xoş gəlmisiniz və bu gün çox həssas, amma çox da vacib bir mövzudan danışacağam. Zahılıq depressiyası və uşağın gələcək emosional bağlanmasına necə təsir göstərir? Bu mövzu bəzən gizlədilir. Amma unutmayaq ki, zahıllıq depressiyası bir zəiflik deyil. Bu hormonal, bioloji və psixoloji bir vəziyyətdir. Videonun sonunda isə sizə praktik çıxış yolu haqqında danışacağam. Zahıllıq depressiyası nədir? Doğuşdan sonra qadın bədəni çox böyük hormonal dəyişiklik yaşayır. Estrogen səviyyəsi düşür, progesteron səviyyəsi düşür və ananın yuxusuzluğu artır, stres hormonları yüksələ bilir. Bu da beyinə, emosional sistemə təsir göstərir. Başqa cür desək, ana doğuşdan sonra sanki yeni bir okeana düşür. Bəzən dalğalar sakitdir, bəzən isə boğucu və bu zamanda anaya dəstək və yardımcı olmaq lazımdır. Mən psixoloq deyiləm, amma hormonal dəyişiklikləri idarə edə bilən bir endokrinoloqam. Ona görə də bu dövr təkcə ana üçün yox, uşaq üçün də önəmlidir. Ana depressiyadadırsa, uşaq üçün də bu güzgü rolunu oynayır. Ana gülümsədikdə uşağın da dünyası işıqlanır. Ana emosional olaraq çətin bir dövrdə olanda uşaq da narahat olur və bu uşağın gələcək emosional dayanıqlığına təsir göstərir. Depressiya birbaşa uşağa təsir edə bilərmi? Lancet psixiatrik jurnalında və digər araşdırmalarda belə göstərir ki, zahıllıq depressiyası zamanı ana körpə ilə daha az emosional kontakt qura bilir. Körpənin stres cavabı dəyişə bilir və gələcəkdə narahatlıq riski arta bilir. Bu ananın günahı deyil, bu müalicə oluna bilən bir vəziyyətdir. Endokrin səbəblər bəs var mıdır burada? Bəli, zahıllıq depressiyasının yaranmasında bəzən hormonal səbəblər iştirak edir. Hipotireoz, tənbəl zob, postpartum tireoidit, vitamin D çatmamazlığı, dəmir defisiti və endokrin cəmiyyətlər göstərir ki, doğuş sonrası tiroid hormonlarının pozuntuları depressiya ilə qarışa bilir və ona görə də bu zaman yalnız psixoloji dəstək yox, həm də hormonal qiymətləndirmə və endokrinoloq kontrolu mütləqdir. Bəs praktik olaraq nə edək? Bu dövrdən, bu vəziyyətdən necə çıxaq? Əgər ana özünü belə hiss edirsə, ağlama varsa daimi, boşluq hiss edirsə, yorğundursa və uşaqla bağ və kontakt qura bilmirsə, bu zaman gecikmədən psixoloji dəstək almaqla yanaşı endokrinoloqun müayinəsinə keçmək lazımdır. TSH, FT4 hormonlar yoxlanmalı, dəmir və vitamin D dəyərləri yoxlanılmalı və ailə dəstəyi və yuxu planlanması çox önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, zahıllıq depressiyası erkən müdaxilə ilə tam yaxşılaşa bilir və əgər siz, yaxınlarınız zahıllıq dövründə özünüzü tükənmiş hiss edirsinizsə, bu sadəcə ana olmaq çətindir. Hamımız belə olmuşuq deyib keçməyin. Bu hormonal və emosional bir siqnaldır və endokrinoloq qəbulunda postpartum hormonal balans yoxlanılaraq pasientin bu dövrü daha rahat atlamasına, daha sağlam olmasına, özünə və körpəsinə, ailəsinə daha yararlı olmasına gətirib çıxardacaqdır. Özünüzdən müğayət olun. Bu videonu daha çox anaya yardımcı ola bilməsi üçün, faydalı olması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.